verilişdə qonaq idi və belə bir açıqlama etdi ki, elə insanlar var ki, onlara dedi, bilərəkdən bu dünyada halallıq vermirəm. Çünki onlarla axirətdə üzləşmək istəyirəm. Yəni, orada sorğu-sualda görüşmək istəyirəm. Bu insanlar ki var, kimə ki deyirsiniz ki, yaxşılıq etmişəm, özüm də deyir, yandırıb yaxdım da, yandırıb yaxırdı, özünüz deyirsiniz ki, elədiklərimin qarşılığını görməyəndə yandırıb yaxır. Halallıq verirsiniz onlara, Allaha tapşırırsınız Əslində, yoxsa... halallıq verməmək yaxşı şey deyil, amma keçən verilişdə dedim ki, yox, Allah bağışlasın. Amma otdum, düşündüm ki, yox, elə belələrinə halallıq verməmək yaxşıdır. Verməmək Əgər yaxşıdır. o məni ki, yandırır bu yaşda, o əziyyətimi, onda heç mən ona halallıq da vermirəm. Əgər mənim orada əziyyətim varsa, sənin əziyyətim yox, bilirsən, ata balaya eləmədiklərini eləmişəm. And olsun Allah, efirdir də, indi burada hər şey demək olmur. Bir toy aparmaq yox, bir səhnəyə gətirmək yox. Ümumiyyətcə bütün problemlərini həll elədiyin adam bu sözü necə deyə bilər? Amma mən adicə çox xoşlayıram dəyər verməyi. Çox. Mənə kimsə haradasa bir dəfə bir süfrə açıbsa, bir çayını alıbsa, Allaha and olsa heç vaxt yadımdan çıxmır. Mən onu, halbuki o mənim gözümdə heç nə deyil, hər gün süfrə açıram, hər gün. Amma mən ona dəyər verirəm. Adicə toyçu gəlir, toy deyir, onun mənə ehtiyacı var deyir də, elə bir xoşu gəlmir ki. Bəli. Amma mən ona da dəyər verirəm ki, Allah balanı saxlasın, sən mənə çörək verdin. Ona da dəyər verirəm. O, düzdür, o məni sevib apardı, tanımıram, bilmirəm. Ona görə də hər zaman məni sevdiyi üçün ona dəyər olacaq. verdirirəm, minnətlar biləm. Bilsən, həyatda insan olmaq, bir söz işlətdin, siz çox gözəlsiniz, o mənim sözüm idi, təsadüfdən siz dedi. İnsan olmaq, həmişə mən deyirlər, nə arzu deyirəm ki, insan olan da, başqa bir söz demirəm. Görürsən, hamı danışır, qulaq asıram da, hamı düzü istəyir. Amma fikir verəm ki, düzü sevmirlər. Hamı düz axtar, düzü də sevmirlər. Mən düz deyirəm, dediyim, amma görürəm ki, nəsə xoşlarına gəlmir, düz deyirəm axı. Eynən. Ona görə də Allah onları bağışlasın, mən inanmıram. Çünki o əziyyəti... Bunun görə yerində deyərsən, deyir, dəyər başa düşməyən insana dəyər vermək nəyə dəyər? Ayda. Ayda. Gör nə gözəl söz. Bəli, Bitirdi mən söhbəti. düşünürəm,